Firqələr öz aralarında ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından vay zalimların halına, vay zalimların halına. Mən bəzən dəstəmaz aldıqda tərtibə riayət etmirəm. Mənim dəstəmazım kəsərlidirmi? Bismillahirrahmanirrahim. Şafii məzhəbinə görə tərtib dəstəmazın fərzlərindəndir. Şafii məzhəbinə görə qəsb olunmuş su ilə dəstəmaz almaq haramdır. Sual olunur ki, Hənəfi məzhəbində nikahda fasiqlərin şahidliyi qəbuldurmu? Cavab bəli, qəbuldur. Hənəfi və Şafi məzhəbinə görə bayram namazından dolayı cümə namazı düşməz. Kim cümə namazını tərk edərsə günahkar olar. Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. Böyük bir əzab gözləyir.